Her vaxtınız xeyir olsun değerli izleyicilerim. Xoş gördük hər kəsi. Bugün sizləri Şüvalandan salamlayıram. Gözəl bir bağ evi ilə tanış olmağa gəlmişik. Yeni tikilib, yeni satışa çıxıb. Sağ tərəfdə burada gördüyünüz kimi bir 8 metr uzunluğunda, 4,5 enində, 1,60 dərinliyində hovuzu var. Burada 10 tonluq su ambarı var. Yanında hovuzun filtre sistemi var. Şüvalanda Azal stadion deyilən bir yer var. Mərkəzdədir. Məktəbə yaxın, yola yaxın, ev möhtəşəmdir. Bu arada ev həyət 4,10 sotun içindədir. Bu sizi çaşdıra bilər. 4 sotdan 10 kvadrat artıqdır, belə deyim. Evin ətrafını tam dövr eləmək mümkündür. Burada da bir terası var. Rahatlıqla əyləşə bilərsiniz. Dedim məktəbin yanı, dedim. Ya Allah, daxil olduq evə. İstipolu da qoşublar, kombini yandırıblar. Maşallah ev istidir. Burada 22 kvadratlıq bir mətbəxi var. Mətbəxdən həyətə çıxışı var. İndi pərdələri çəkməyim, video çox uzanmasın. Evin tikintinin şəkilləri, videoları var. Gəlib yerində yaxından tanış ola bilərsiniz. Qiymətin sonunda deyəcəm, məncə almağa dəyər gözəl bir evdir. 40 kvadratlıq bir zalı var. Tavanın hündürlüyü 3,60'dır. Kolun böyüklüyünə bax, maşallah. Burada evin həm çamaşırxanası, həm kamera sistemi orada yığılıb, orada kombisi. Burada evin ümumi sanitar qovşağıdır. Gözəl. Bu evdə ən bəyəndiyim xüsusiyyətlərdən biri hər iki yataq otağında sanitar qovşağının olmağıdır. Bu böyük bir üstünlükdür, gəl. Bax, sanitar qovşağını da çək. Üstüm başım toz torpaq içindədir. Tikintilərdən gəlirik. Yorulmağımıza ən azından dəysin. Bu qədər yoruluruq. Sizlər üçün video çəkirik. Tam ətraflı evi göstərməyə çalışırıq. Orada bir dənə like'larınızı, indi çıxacaq sağda solda, haradasa çıxacaq. Orada bir dənə like'larınızı əsirgəməyin. Bu da evin ən sonuncu yataq otağı və özünün yenə də sanitar qovşağı. Bilmirəm, dedim ya yox, ev 160 kvadrat metrdir sahəsi. İpotekaya tam yararlıdır, sənədləri qaydasındadır. İstədiyiniz vaxtı alqı-satqıya getmək olar. Gəldik bir videomuzun daha sonuna. Yenidən evin qiymətini demişəm, deməmişəm? Yox, deməmişəm. Bu evin qiyməti 275 bin manatdır start olaraq. Təbii ki, real alıcılarıma endirim olunacaq. Özünüzdən müğayət olun. Allah olmayanlara nəsib eləsin. Bundan daha gözəl, daha yaxşı evlər sizin üçün olsun. Hələlik.